جعلنا لبشر من قبلك الخلد. Rasulullah sallallahu aleyhi ve sellem buyurmuştur ki, daxilində Qur'andan bir şey olmayan sanki xarab bir ev kimidir. Yəni bir insanın qəlbində, daxilində Allahın kitabından, Qur'andan bir şey yoxdursa və o xarab bir evə bənzəyər. Yəni uçub, dağılmış bir evə bənzəyər. Başqa bir hədisdə Əbu Umamə Əl-Bahilinin rəvayət etdiyi hədisdə radiyallahu anhu buyurur ki, mən Rasulullah sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim. Rasulullah sallallahu aleyhi və səlləm buyurmuşdur ki, Quran oxuyun. Çünki Quran qiyamət günü onu oxuyan, onun sahibi üçün şəfaatçı olaraq gələcəkdir. Yəni Quran-ı Kərimi kim çox oxuyarsa, qiyamət günü onu oxuyan üçün şəfaatçı olacaqdır. Onun üçün dəyərli müsəlman, Allahın kitabına həris ol, onu oxumağa və onu öyrənməyə. Əgər öyrənməmisənsə, çalış onu öyrən və öyrənmisənsə, çalış onu oxu və hər gün oxu. Çünki Allah Taala'nın kitabı mübarəkdir və oxuduğun təqdirdə və yalnız sənə ancaq mükafat və savab yazılır və əməl dəftərinə savablar yazılır.